Bu günlərin biz başlayırıq isimlərdən. MHM Tədris Mərkəzinin Tural Seyidovun deməli vəsaitidir. Nə ki, burada mən sizə baza dərsində keçmişəm. Onların üzərindən mən tez keçəcəm. Amma nə ki, baza dərslərimizdə yox idi, onların üzərində isə dayanacam. İndi isim, noun bilirik hamımız. Nitq hissəsi kimi əşyanın, məfhumun adını bildirir. Who, kim, what, nə suallarına cavab verir. Quruluşuna görə simple nouns, sadə isimlər bir kökdən ibarət olur, heç bir sufiks və prefiks olmur. 2. Derivative the verbal nouns, düzəltmə isimlər. Burada isə gəlin diqqətlə qulaq asaq. Biz sizinlə baza səviyyəsində keçdik derivative nouns, yəni düzəltmə isimlər. Və derivative nounsların bir adı da var, the verbal nouns. Hər ikisinin də düzəltmə isimlər olmasına baxmayaraq, aralarındakı əsas fərq odur ki, the verbal noun sadəcə feildən düzələn isimlərə deyilir. Diqqətli olun, müəllimlər, görürsünüz, deyir the verbal nouns. The verbal nouns. Bunlar düzəltmə isimlərdir. Amma bunların kökü feil olur. Feildən düzəlmə isimlərə the verbal nouns deyilir. Məsələn, organization, organize, təşkil etmək feilindən əmrə gəlir. Discovery, kəşf, discover, kəşf etmək feilindən düzəlir. Derivative nouns isə müəllimlər kök və söz düzəldici şəkilçilərin vasitəsilə düzəlir. Bu sufikslər, son şəkilçilər, prefikslər, ön şəkilçilər olur. Sufikslərdən fərqli olaraq prefikslər bir nitq hissəsindən başqa nitq hissəsi düzəltmir. Sözə əlavə olunmaqla onun mənasını dəyişir. Bəli, sufikslərlə prefikslərin fərqi odur ki, sufikslər bir sözdən başqa bir söz yarada bilir. Sufiksin köməyi ilə biz başqa bir söz yaranır. Amma prefiks yeni bir söz yaratmır. Olan sözün sadəcə olaraq əks mənasını verir. Və burada bizdə cədvəldə artıq verilibdir sufikslər. Bax, bu sufiksləri siz bu sufiksləri daha yaxşı yadda saxlamaqdan ötürü dönüb bir neçə dəfə onların qarşısındakı sözləri öyrənmək lazımdır. Mütləq şəkildə. Sözləri bir neçə dəfə öyrənmək yox, oxumaqla, sözləri bir neçə dəfə oxumaqla onlar istər-istəməz sizin yaddaşınızda qalır. Və siz onların artıq düzəltmə isimlər olduqlarını bilirsiniz. Bu sufikslərin hamısını mən sizə bir-bir keçmişəm. Sufikslərin içində müəllimlər ment sufiksi də var. K-point yazılan yerə baxın. Sonu ment ilə bitməsinə baxmayaraq aşağıdakı isimlər sadədirlər. Gəlin qaydaq cədvələ, ment ilə əmələ gələn, burada bizdə cədvəldə ment sufiksini tapın. 2 dənə orada bizə düzəltmə isim verilibdir. Development, inkişaf, movement, hərəkət. Amma bu demək deyil ki, elə biz hər hansı sözün axırında ment görəriksə, deməli bu düzəltmə isimdir. Xeyr, açıq, aydın bizə şəkildə K-point bölməsinə baxın, sonu ment ilə bitməsinə baxmayaraq aşağıdakı isimlər sadədirlər. Əzbər bilməliyik biz bunları. Instrument, monument, document, moment, parlament, element, segment, comment, cement, garment, ornament. Mütləq şəkildə siz bu sözləri əzbər bilməlisiniz ki, siz bu sözləri düzəltmə isimlərlə qarışdırmayasınız. Çünki bunlar sadə isimlərdir. Ment burada sözün özünün köküdür. Şəkilçi deyil, köktür. Bir daha instrument, monument, document, moment, parlament, element, segment, comment, cement, garment, ornament. Prefikslər. Prefikslər isə bunlardır, yəni ki, ön şəkilçilər this, mis, un, im, in, il, ex, k, auto. For, mol, non, sub, super, self, a və vice. 3-ə baxın zəhmət olmasa. Compound nouns və the verbal compounds, mürəkkəb isimlər. Baxın, burada da qarşımıza the verbal compounds çıxır. Bayaq biz sizinlə derivative nounsların içində the verbal nouns da gördük.
Yəni ki, feildən əmələ gələn isimlər. Burada isə mürəkkəb isimlər the verbal compounds, mürəkkəb isimlərdir bunlar da. Amma burada fərqləri ondadır ki, compound nouns və the verbal compounds hər ikisinin də mürəkkəb isim olmasına baxmayaraq, aralarındakı əsas fərq odur ki, the verbal compound sadəcə noun compound şəklində işlənən və adətən al, ans, yon, ing və men çəkicilərin vasitəsilə feildən düzələn isimlərə deyilir. Məsələn, baxın, house rental mürəkkəb isimdir, amma the verbal compounddur. Çünki burada rent icarəyə götürmək feildən əmələ gəlmədi. Title insurance, oven cleaner, crop destruction, drug trafficking, tax adjustment. Bunların hamısı ikinci sözlər insurance, clean, destruct, traffic, adjust. Bunlar hamısı feildir. Və isim, üstəgələk isim. Amma ikinci ismin, müəllimlər, kökü feildir. Mürəkkəb isimdilər. Bunların bir ad, bəli, hamısı compound nounsların içinə daxildir, mürəkkəb isimlərin içinə daxildir. Sadəcə olaraq sizdən the verbal compounds tələb olunursa, yəni siz diqqət eləməlisiniz ki, isim üstəgələk isim quruluşunda mürəkkəb isimlərdə kök feildən əmələ gəlir. Compound örnək noun ifadələrindən də görüləcəyi üzrə ikinci tərəfdəki isimlərin kökü feildir. Compound nouns isə adətən iki və daha çox sözün birləşməsi ilə düzəlir. Daha çox noun plus noun, noun plus adjective, adjective plus noun və ya verb plus noun birləşməsi ilə düzəlsə də, aşağıdakı cədvəldən də görüləcəyi üzrə digər formalar ilə də düzələ bilər. Compound noun bitişik, ayrı və yaxud defislə yazılır. Bitişik closet, ayrı open, defislə hyphenated yazılır. Gəlin görək, mürəkkəb isimlər hansı nitq üzvlərin birləşməsindən əmələ gəlir. Ola bilər noun plus noun, isim üstəgələk isim. Noun plus adjective, isim üstəgələk sifət və yaxud adjective plus noun, sifət üstəgələk isim. Preposition noun, söz önü üstəgələk isim və yaxud noun plus preposition, isim üstəgələk söz önü. Noun, prepositional phrase, isim, söz önlü ifadə. Verb, ing noun. Verb, adverb particle. Noun, verb, adjective plus adjective, adjective plus verb, preposition, adverb plus verb, verb plus preposition və yaxud adverb. Hər bir mürəkkəb isimləri cədvəl üzrə bircə nəzərdən keçirin. Mütləq şəkildə PDF əlinizdədir, indi kitabda alarsınız. Mütləq şəkildə bir-bir onların hamısı tərcümə ilə verilib, açıq, aydın izahla verilibdir. Bir-bir hər birini oxuyun, nəzərinizdən keçirin. Nümunələri oxumuram, amma örnək sual yazılan cədvələ baxın. Örnək sual yazılan cədvələ baxın və mən demirəm, sizdən istəyirəm. Müəllimlər, bizdə şərtində nə deyilir? Şəlalə, şərtində nə deyilir? Bax, bu örnək sual yazılan cədvələ baxın. Mənə sadəcə olaraq şərtini izah edin. Altından xətt çəkilmiş verb noun compound. Yəni, feil üstəgəl isim. Mürəkkəb. Bəli. Buyurun, verirəm sizin öhdənizə. Kim? Yığmaq, toplamaqdır, paketdə isimdir də. Bəli. Bəli. Aha. Sonra underworld, altında deyil. Dünyadır, bu isimdir də. Amma anda nə idi? Anda altındadır, düz deyirsiniz. Altında, hə.
Prepositiondur. Bu da söz önüdür. Bəli. Sunrise. Sun güneşli. Burada isimli. Rise da ki qalxmaq. Bu da bir feildir. Bəli. Snowfall, snow qardı, fall düşməkdir. Bu da feildir. Bəli. Haircut veya saçdı, kartda kəsməkdir, doğramaqdır. Feildir. İsim feil. Bəli. İndi biz düzgün kimi hansı variantı götürərik? Burada bizdən istəmişdi feil, onu istəyirəm bizə dəqiqə. Snow, haircut, deyirəm mən A bəndi. Bəli. Bəli, A bəndi. Bəli, çünki bizə açıq həmişə şərtində çox diqqətli olun. Əslində sual özü bir o qədər də çətin olmur. Sadəcə olaraq şərti düzgün anlamaq lazımdır. Verb, noun. Verb bizə deyir ki, feil üstəgəl isim mürəkkəb formanı. Feil bizdə A variantında verildi. Pick, yığmaq, toplamaq, pocket, cib deməkdir. Əslində isə pickpocket cib oğrusu deməkdir. Cib oğrusu. Yəni birinci yerdə bizdə verb durub, sonra noun durub. Ona görə də doğru variantımız A variantıdır. Keçək dalına. Different types of nouns. İsimlərin növləri. Növünə görə. Bunu da biz keçmişik sizinlə ki, proper nouns xüsusi isimlər. Məlum məsələdir ki, bilirik ki, müəyyən şəxslərə, ərazilərə, əşyalara, anlayışlara verilən adlar ifadə edir. Xüsusi isimlər diqqətli olaq cəmlənmir, miqdar sayı ilə ifadə olunmur və böyük hərflə yazılır. Bunları biz çox gözəl bilirik. İkinci necə isimlər olur? Common nouns, ümumi isimlər. Eyni qəbildən olan şəxsləri, əşyaları, anlayışları ifadə edən isimlərə deyilir və kiçik hərflə yazılır. Üçüncü, concrete nouns, konkret isimlər. İndi gəlin burada diqqətli olaq. Baxın, ümumi isimlər, müəllimlər, özləri öz arasında isə konkret isimlərə və mücərrəd isimlərə bölünür. Concrete nouns deyəndə nə istəyir? Gözlə görülən və toxunula bilən isimlərə deyilir. Amma abstract nouns deyirsə, mücərrəd isimlər deyirsə, burada artıq 5 duyğu orqanımız ilə algılana bilməyən mücərrəd isimlərə deyilir. Yəni, gözlə görülmür, eşidilmir, hiss olunmur, dadına baxanmırıq. Abstract nouns adətən vəziyyət, hərəkət, hiss, anlayış, keyfiyyət və s. ifadə edir. Mücərrəd isimlər heç vaxt cəmlənmir, qeyri-müəyyənlik ən artikli və miqdar sayıları ilə işlənmir. Mücərrəd isimlər burada məlum məsələdir ki, qısaca bir nümunələr verilib, amma sonra görəcəksiniz ki, açıq aydın bir siyahı hamısı verilibdir. Goodness məsəl üçün belief, wills, hunger və s. hər birinin üzərində dayanmıram. Sadəcə olaraq bilirəm ki, mücərrəd isimlərin nə olduğunu siz özünüz doğru bilirsiniz. Key point, əsas məsələ, diqqətli olun. Biz deyirik ki, müəllimlər, mücərrəd isimlərin qarşısında qeyri-müəyyənlik artikl işlənmir. Amma indi diqqət edin. Aşağıdakı isimlərin qarşısında hər hansı bir təsvir edici təyin, attributive adjective, yəni ki, sifət işləndikdə ismin önünə ən artikl işlənir. Lakin bu ən artiklı ismin sayını ifadə etmir. Yəni ki, İngilis dilində mücərrəd isimlərin qarşısında ümumiyyətlə qeyri-müəyyənlik artikl işlənməz. Amma bir neçə isimlər var ki, onların qarşısında sifət durarsa da, mütləq şəkildə artıq onları qeyri-müəyyənlik ən artiklından işlədirlər. Bu, bütün sayılmayan isimlərə aid deyil, müəllimlər. Əsasən bunlar dərrakə ilə, zehin ilə, elm ilə bağlı olan isimlərə aiddir. Əsasən deyirəm. Amma bu demək deyil ki, elə hər hansı sayılmayan, yəni mücərrəd ismin qarşısında biz təyin sifət görürüksə də mütləq orada
qeyri-müəyyənlik artikl işlətməliyik? Xeyr, bu doğru deyil. Burada, bu cədvəldə əsasən sizin qarşınıza hansı isimlər çıxarsa da ki, onların qarşısında təyin varsa da orada qeyri-müəyyənlik artikl işlənməlidir, yazılıbdır. Knowledge, bilik, qətiyyən knowledge deyə bilmərəm, qətiyyən. Amma a deep knowledge, dərin bilik, artıq onun qarşısında sifət var deyən artikl işlənir. A difficult life, a natural conversation, a compulsory education, an unbelievable resistance, a perfect speech, a high importance, a tough competition. Time sözü bura aid olur. Məsəl üçün, have a good time burada yazılmayıb, amma qarşınıza çıxa bilər time sözü. Elə ifadənin özündə də var, have a good time. Period sözü var, duration sözü var. Bax, bunların qarşısında sifət varsa da qeyri-müəyyənlik artikl işlənir. Məlum məsələdir ki, siz bunları əzbər bilməlisiniz ki, hansı mücərrəd isimlər sifət ilə işlənərək qeyri-müəyyənlik artiklı götürür. Bu mütləq şəkildə əzbər bilinməlidir. 5-ci. Collective nouns, topluluq ifadə edən isimlər. Diqqətli olun, buranın, bunun özünün xüsusi bir qaydası var. Eyni qəbildən olan bir çox varlığı toplu şəkildə adlandıran, onları bir bütün olaraq ifadə edən sözlərə collective nouns deyilir, yəni toplu isimlər. Collective nouns tək, bax indi diqqətli olun, collective nouns tək bir bütün olaraq nəzərdə tutulursa, xəbəri və əvəzliyi təkdə, ayrı-ayrı fərdlər olaraq nəzərdə tutulursa, xəbər və əvəzliyi cəmdə olur. Lakin təşkilat və idman klublarının xəbəri adətən cəmdə olur. Bu nə demək? Gəlin birinci topluluq ifadə edən isimlərə hansılar aiddir? Gəlin bir ona baxaq. Collective nouns for people, insanlara və yaxud da ki, əşyalara aid olan topluluq bildirən isimlər. Audience, council, group, band, cast, jury, nation, majority, delegation, Manchester United, bu klubun adıdır, idman klubunun adıdır. Class, family, Richmond, society, core, party, tribe, minority, troop, Real Madrid, committee, army, troop, team, crowd, senate, mob, corporation, brigade, community, company, department, navy, fleet, faculty, staff, crew, organization, flock, population, panel, firm, public, board, gang, array, orchestra, cabinet, BB, squad, family sözünü yazmayıblar burada, amma əsasən elə bizim qarşımıza family çıxır. Family sözünü yadınızda saxlayın. Family sözü də İngilis dilində collective nounslara aiddir. İndi mən sizə burada başa salım ki, ay müəllimlər, bizə deyir ki, collective nouns tək bir bütün olaraq nəzərdə tutulursa, xəbəri və əvəzliyi təkdə olur. Yox, ayrı-ayrı fərdlər olaraq nəzərdə tutulursa, xəbər və əvəzliyi cəmdə olur. Bu nə deməkdir? Mən bunu sizə bir dənə nümunə ilə izah edeyim. Baxın müəllimlər, elə dedim burada ki, burada family sözü yazılmayıb, ailə sözü yazılmayıb. Amma ailə sözü də bura daxildir, yadınızdan çıxartmayın. Ümumiyyətlə biz bilirik ki, İngilis dilində family, ailə sözü təkdə dişlənir, cəmdə dişlənir də. Məsəl üçün, a family, ailə, families, ailələr. Bu heç, bu öz yerində. Məlum məsələdir ki, a family olarsa da xəbəri tək, families, ailələr olarsa da xəbəri cəm olacaq. Bu, adi bir qaydadır. Bu, özü öz yerində. Amma burada başqa bir qayda da var. Ola bilər ki, family sözü təkdədir, amma xəbəri cəmdədir. Bu, niyə belə olur? Bu, bax, nümunə kimi burada verilən bütün topluluq bildirən isimlərə aiddir. İndi sizə gətirdiyim nümunə. Məsəl üçün, biri var, mən deyirəm ki, ailə nahar edir. The family has a dinner. Has dinner, bağışlayın. The family has dinner. Bütün ailə oturub bir yerdə nahar edir.
hamı eyni bir hərəkəti edir, ailə topluluqdur, hamı bir yerdə oturub, bir yerdə bir işlə məşğuldur. Bax, onların hamısı bir işlə məşğuldur, deməli, xəbər burada təkdə olur. Amma mən deyə bilərəm ki, the family have a lot of problems, ailənin çoxlu problemləri var. Məsəl üçün, the father think about travel, ata səyahət haqqında düşünür. Mother, məsəl üçün, suggest a lot of, məsəl üçün deyir, mother suggests a lot of useful proposal, ana çoxlu faydalı məsləhətlər verir, təkliflər verir. Ondan sonra deyərəm ki, the son doesn't want to go, oğul getmək istəmir. Bax, fikir verin. Mən burada family dedim, the family. Amma sonra dedim have. Əslində family xəbəri təkdə götürməli idi. Amma burada ailədə hər bir kəs özü ayrı-ayrılıqda başqa bir işlərlə məşğul olduğuna görə, ona görə də family sözündə xəbər cəmdədir. Bir daha deyirəm, baxın, burada bizə qaydada da verilibdir və belə olan yerdə narahat olmuyor. Siz görəcəksiniz ki, həmin o cümlədə əgər topluluq bildirən isimdən sonra z-yə əvəzliyi gəlirsə, z-yə, zım, əvəzlikləri cəmdə gəlirsə də, artıq siz bilməlisiniz ki, burada xəbəri mütləq şəkildə cəmdə götürməlisiniz. Baxın, bir daha qaydaya qaydıram. Kollektiv nouns tək bir bütün olaraq nəzərdə tutulursa, xəbəri və əvəzliyi təkdə, ayrı-ayrı fərdlər olaraq nəzərdə tutulursa, xəbər və əvəzliyi cəmdə olur. Görürsünüzmü? Əgər bu topluluq bildirən ismin içindəki üzvlərin hamısı bir işlə məşğuldursa, xəbər təkdədir. Yox, sonradan bizə hər birinin ayrı-ayrılıqda özünün işini göstərirsə və bir daha deyirəm, orada siz mütləq şəkildə həmin cümlələrdə olur z-yə, zım, zey, əvəzliyi cəmdə verilirsə, deməli orada xəbəri siz cəmdə götürməlisiniz. Bax, burada deyir ki, the audience was delighted with the performance. İzləyicilər tamaşadan razı qaldılar. İzləyicilərin hamısı bir tamaşaya baxırdı, hamısı da razı qalıb, ona görə də xəbər təkdədir. Və yaxud the finance committee controls the budget. Maliyyə komitəsi büdcəyə nəzarət edir. Ümumiyyətlə, maliyyə büdcəsi hamısı bir yerdə, bir dənə işi var onların, büdcəyə nəzarət edir, xəbər təkdədir. Amma o biri cümləyə baxın. Real Madrid are winning 2-0. Real Madrid 2-0 hesabı ilə qalib gəlir. Bizə görürsünüzmü? Qaydamızda da deyir, lakin təşkilat və idman klublarının xəbəri adətən cəmdə olur. Bax, bunu yadda saxlayın. Deməyin ki, Real Madrid hamısı topluluq bildirən isimdir, hamısı bir komandanı bildirir. Bəli, bir komandanı bildirir, topluluq bildirən isimdir. Amma qaydası var da bunun. Qaydaya görə onlarda, əgər bu təşkilatın adıdırsa və yaxud da ki, idman klubunun adıdırsa, onların xəbəri cəmdə olur. Sonra var bizdə, müəllimlər, yazılıbdır, collective nouns for animal groups. Ora baxın, xahiş edirəm. Collective nouns for animal groups. Heyvanlar qrupları üçün topluluq bildirən isimlər mütləq şəkildə lazımdır. A pride of lions. Şirlər dəstəsidir də, yəqin ki. A clutch of rabbits. Dovşan sürüsü. A colony of ants. Qarışqa topası. A drove of horses. At ilğısı deyirlər də, mən bilən at ilğısı. A flight of doves. Göyərçin dəstəsi. A flock of birds. Quşların dəstəsi. A gaggle of geese. Qaz dəstəsi. A cloud of bats. Yarasa sürüsü. Və s. A swarm of bees. A litter of puppies. A nest of mice. A pod of dolphins.
a pack of dogs, a brood of hens, a school of fish, a yoke of cattle, a head of cattle, a troop of apes, a tribe of goats, a band of hares. Məsələn, yadda saxlayın. A pride of lionsdırsa, siz deyə bilmərsiniz a flock of lions. Yoxdur elə şey ingilis dilində. Əgər bu şir sürüsüdürsə, deməli olmalıdır a pride of lions. Yəni, hər birinin özünün adı var və bu adları siz əzbər bilməlisiniz. Örnək suala gəlin baxaq və sizdən izah istəyəcəm. Nigari, sadəcə olaraq şərtini mənə izah elə, zəhmət olmasa örnək sualım. Bəli, müəllim. Which of the following sentences olan sual deyirsiniz? Bəli. Şərtini izah edeyim. Şərtində nə deyilir? Aslında ümumi isim yoxdur. Topluluq bildirən isim yoxdur. Topluluq, kollektiv nouns topluluq deməkdir. Deyir, aşağıdakı verilmiş cümlələrin hansında topluluq bildirən isim yoxdur. Baxın, buyurun. A'da deyir ki, jüri heyəti, münsiflər heyəti, həkimə... Münsiflər heyəti, artıq tapdıq. Burada topluluq isim var. Topluluq bildirir də, münsiflər heyəti var. Düzdür. Olmayan deyirsə, A səhvdə, A'nı çıxdı. Bəli, A'nı çıxar. Belə deyir ki, məqsəd qəbilə. Bu da topluluq bildirir. Bəli. Sonra qəbiləni qorumaq üçün bir şeydir. Neysə, şeydə nə deyir? Several permanent bir şey sözü. C'de deyir ki, tələbə inkişafı, topluluq bir şey var da, tezin yoxdur. Tələbə inkişafı teorisi sayəsində, tələbə inkişafı sayəsində bir neçə nəzəriyyəti, görsənin nəzəriyyəti özündə təşamülü göstərir. Yoxdur da burada. Yoxdur, bəli. C'dir mən. Və D'də hansıdır? D'də hansıdır topluluq bildirən isim? Tərcümə lazım deyil, ismicə deyim var. D variantında topluluq hansı isim bildirir? Aktör heyəti olar gedir bu da. Bəli, düzdür, kast. Kast. Və Y'də? C'də şagirdlər topluluq bildirir də. Yox. Council, şura. Amma şagirdə cəmdəx müəllim. Qızım. Topluluq deyə getmir orada. Xeyr, şagird bir dənə, şagirdlər çoxlu. Tək cəm isimdir bu. Şagirdlər necə topluluqdur? O tək cəm isimdir. Amma council sözü, şura, bir dənə sözdür. Amma içində görün, bir dənə şuranın içində görün nə qədər məfhum ola bilər. Elə deyilmi? Topluluq nəyə deyirik? Bir sözdür. Amma... Bəli. 6. Animate, inanimate nouns, canlı, cansız isimlər. Animate nouns, insan, heyvan və epik olaraq işlədilən digər canlı varlıqları ifadə edən isimlərə deyilir animate nouns. Man, child, elephant, chicken, monster, məsəl üçün. Inanimate nouns, cansız varlıqları ifadə edən isimlərə deyilir. Stone, table və s. 7.
Verbal nouns. Artıq mən sizə verbal nouns-u da keçmişdim. Gerondu keçəndə, infinitivi keçəndə. Gəlin bir daha diqqət edək. Feildən düzələn isimlər. Verbal nouns feildən düzələn isimlərə deyilir. İsmin özəlliklərini daşıyır. Feilin özəlliklərini daşımaz. Verbal nouns adətən derivation şəklində düzəlir, yəni ki, düzəltmədirlər. Verb ing və ya da hətta to verb şəklində də verbal noun düzəltmək mümkündür. Yəni, fikir verin, deyir ki, feildən düzələn isimlər ismin özünün özəlliklərini özündə göstərir. Əlbəttə ki, isimdir, o artıq feildən düzəlsə də o isimdir. Artiklla da işlənir, təkdə də olur, cəmdə də olur. Əsasən derivation şəklində, derivation yəni ki, düzəltmə isimdir. Çünki feildən düzəliflər əsasən feilin sonu ing ilə də ola bilər və yaxud da ki, hətta to məstərlə də ifadə edə bilər. Məsəl üçün, birincidə deyir, the full scale of destruction remains unclear. Distract dağıtmaq, destruction dağıntı. Bu bizdə verbal noundur. O birisinə baxaq. Evening readings are their favorite leisure time. Axşam oxumaları, oxumalar, oxumalar feildən əmələ gələn isimdir. I don't want another repetition. Repeat, təkrarlamaq, repetition, təkrar. The most difficult part in this lesson is the listening. Listen, dinləmək, listening, dinləmə. Hətta, to read is very important. Oxumaq feildir. Əslində deyirsiniz ki, bu feildir, məstərdir, amma bu verbal noundur. Nə? Demirəm nə etmək, deyirəm nə? Oxumaq çox önəmlidir. Key point-a baxaq. Gerund görünüşcə tam olaraq verbal noun-a bənzəməsinə baxmayaraq, feilin özəlliklərini daşıyır və verbal noun-dan fərqli olaraq bir feil kimi özündən sonra bir tamamlıq object alaraq işlənə bilir. Gerund bir zərf, adverb ilə də təyin oluna bilər. Bunu niyə bizə burada deyir? O, indi mən bunu sizə başa salım ki, qəti şəkildə verbal nounla gerundu biz gərək bir-birindən qarışdırmayaq. Qətiyyən. Gerund da sonuna ing götürməklə düzəlir. Verbal nounlar da sonuna ing götürməklə düzələ bilər. Hamısı yox, amma elələri də var. İndi deyir ki, bizə gerund görünüşcə verbal nounun bənzəməsinə baxmayaraq feilin özəlliklərini daşıyır. Bəli, gerund nə olsun ki, ing götürüb ismə oxşuyur, isim kimi çıxış edir. Amma nə cəmlənə bilmir, nə qarşısında artikel işlənə bilməz və deyir ki, feil olaraq feil kimi özündən sonra tamamlıq da götürür. Və yaxud da ki, zərf ilə təyin olunur. Feildə axı, məsəl üçün, isim zərf ilə təyin oluna bilməz heç vaxtda. İsim yalnız sifətlə təyin oluna bilər. Amma gerund feil olduğuna görə isimlə təyin oluna, zərf ilə təyin oluna bilər. Bir baxın, smoking cigarettes is injurious to health. Sigaret çəkmək sağlamlığa zərərlidir. Sigaret, bax görün, smoking, bu gerund özündən sonra object götürür, cigarettes. Və yaxud, police pulled over him for driving erratically. Baxın, driving gerund nə ilə təyin olunubdur? Erratically, zərflə təyin olunubdur. Diqqətsiz maşın sürdüyü üçün polis onu kənara çəkdi. Gəlin, örnək suala baxaq. Buyurun. Which of the following sentences doesn't contain a verbal noun? Aşağıda verilmiş cümlələrin hansında verbal noun, yəni ki, feildən düzəlmə isim yoxdur? Buyurun. Şəlalə. İzah elə. Bir həmin o sözü tap və denən ki, bu, məsəl üçün, verbal noun deyil. Bizə lazım, bizə bir daha deyirəm, verbal noun olmayan lazımdır.
The world changed repeatedly after the invention of the phone. Speaking English speaking. Mesela Y variantında var. Speaking English burada var. Sonra D variantında advertising D variantında da var müəllim. Advertising as a concept is manipulation. C variantında police had insult description of the description of the gun. Burada da var. A variantında Baxın A indi. variantını götür. İndi mənə diqqətlə qulaq asın. Xahiş edirəm artıq dərəcədə. Mənə deyir ki, hansı cümlədə verbal noun yoxdur, yəni ki, isimdən əmələ gəlmiş, bağışlayın, feildən əmələ gəlmiş isim yoxdur. A variantında invention, invent, ixtira etmək, invention, ixtira, burada var. B variantında read, oxumaq, readings, oxumalar, burada verbal noun var. C variantında descript, deməli, aşkar etmək, description, aşkarlıq, burada var. D variantında advertise, reklam etmək, advertising, reklam, bu da isimdir. Feildən əmələ gəlmiş isimdir. Y variantında yoxdur. Speaking, özündən sonra görün nə götürübdür? Görün nə götürübdür? Speaking English, object götürübdür. Bəli, İngiliscə danışma, bu gerunddur. Birinci gerunddur. When'dən sonraya baxın. When looking for a job, when while'dan sonra gələn ayıncı söz isə participle'dır, feili sifətdir. Məndə Y variantında verbal noun yoxdur. Birinci gerunddur, hətta yenə deyirəm, mən hətta baxıram ki, o özündən sonra object götürür, tamamlıq götürür, tamamlığı özündən sonra feil götürür. Və yaxud da ki, feilə bənzər. When'dən while'dan sonra isə gələn ayıncı söz participle'dır, bunu da keçmişik. Y variantında verbal noun yoxdur. 8-ci qaydamız, gender specific nouns, cins bildirən isimlər. Hər hansı bir ismin dişi və ya erkək olduğu ifadə edən isimlərə deyilir. Məlum məsələdir ki, biz sözləri biləndə artıq, məsəl üçün, mazə deyəndə məlum məsələdir ki, bilirik ki, bu qadın cinsinə aiddir. Actor deyəndə aktyor, bilirik ki, kişi cinsinə aiddir. Uncle, əmi, dayı, kişi cinsidir. Father, ata, kişi cinsi. Sister, bacı, qadın cinsi. Aunt, xala, qadın cinsi. Brother, qardaş, kişi cinsi. Bride, gəlin, qadın cinsi. Hero, qəhrəman, kişi cinsi. Bəli, burada sözlərin özündən elə məlumdur ki, kişi cinsidir, yoxsa qadın cinsidir. Amma, lakin dəqiq bir cins, dişi və erkək anlayışı ifadə etməyən isimlərə non-gender specific nouns deyilir. Deməli, gender specific nouns cinsi bilinən isimlərə deyilir. Non-gender specific nouns isə cinsi bilinməyən isimlərə. Bu nə deməkdir cinsi bilinməyən isimlərə? Çox adi. Məsəl üçün, person, adam. Adam deyəndə bu kişi də ola bilər, qadın da ola bilər. Parent, valideyn. Valideyn deyəndə kişi də ola bilər, qadın da ola bilər. Lap deyək ki, teacher, müəllim. Müəllim, kişi də müəllim ola bilər, qadın da müəllim ola bilər. Doktor, həkim. Bağışlayın. Child, uşaq. Uşaq qız da ola bilər, oğlan da ola bilər və onun kimi. Sözlər, müəllimlər, hansındakı kişilər kişi cinsinə də aid ola bilər, qadın cinsinə də aid ola bilər. Onlara deyirlər non-gender specific nouns, cinsi bilinməyən. Sonra burada sizə bax verilibdir. Gender specific nouns əsas
cinsi bilinən, deməli, isimlər həm kişi cinsi üçün, həm qadın cinsi üçün. A man, a woman, a son, a daughter, a nephew, a niece və s. bir-bir hamısını oxumuram. Bunların hamısını bircə oxumaq sizin öhdənizə düşür. Və deməyin ki, əşi, neynirəm, nəyə oxuyacağım. İnanın mənə, testlərdə hər biri qarşınıza çıxacaq. Hər biri qarşınıza çıxacaq və onu öyrənib, oxuyub, tərcümələrini bilib, demirəm ki, elə götürün, kör-köranə əzbəriyin. Yox, beləcə açıq qoyun stolunuzun üstündə, o tərəfə də gedəndə bir dəfə oxuyun, bu tərəfə də gələndə bir dəfə oxuyun, iş arası elə belə oxuyun, görəcəksiniz ki, istər-istəməz bunlar hamısı yadınızda qalır. Əsas qaydamızın MİQ-ə aid olan əsas qaydalarından da biri appositive nounsdur. 9-cu qayda. Appositive noun. Bu nə deməkdir? Belə bir şey keçməmişik biz sizlə. İndi sizə bunu izah edirəm bircə. Appositive noun başqa bir isimdən sonra gələn və onu təyin edən isim və ya isim birləşmələridir. Noun phrases. Noun phrases görəndə indən sonra bilin ki, ismi birləşmələrə deyilir bu noun phrases. Digər bir ifadə ilə eyni insan və yaxud əşyanın başqa bir adıdır. Appositive noun təyin etdiyi isimlə vergül ilə ayrılır. Bu o deməkdir ki, müəllimlər, appositive noun əgər sizdə şərtində desə ki, hansı cümlədə appositive noun var, siz nə axtarmalısınız? Siz baxmalısınız ki, sizə hər hansısa bir isim verilib, sonra vergül yazılıb, o ismin izahı verilibdir. Sonra isə cümlə davam edir. Məsələn, baxın, Dr. Mendy, vergül, the doctor call, yenə vergül, performance endoscopy. Burada vergüllə deyir, həkim Mendy, sonra deyir ki, the doctor on call. Bax, burada bu the doctor on call, müəllimlər, appositive noundur. Çağırış həkimi, çağırışla gələn həkim. Çağırışla gələn həkim kimdir? Dr. Mendy. Dr. Mendy'ni burada sizə izah edibdir. Bax, harada ki sizdə ad verilir, isim verilir və o ismə də qayıdıb təzədən bir balaca nəsə aydınlıq verilir, həmin o aydınlıq verilən isim və yaxud ismi birləşmə appositive noun adlanır. Məsələn, Mr. Richmond, the company manager, has his own car. Mr. Richmond, şirkətin meneceri. Özünün maşını var. Şirkətin meneceri, bax, appositive noun bu the company manager sözüdür. Çünki o nə edib? Mr. Richmond'ın kim olmasını bizə izah edibdir. Bir daha deyirəm, şərtdə deyilir. Choose the sentence with the appositive nouns. Nə axtarırıq? İsim yazılır, vergül qoyulur, həmin ismə bir balaca aydınlıq gətirilib. Bax, həmin ismə gətirilən aydınlıq elə appositive noun adlanır. Sonra deyir, appositive noun ilə bəzən onu təyin və başqa bir ad ilə ifadə edən isim və yaxud isim qrupunun noun phrase arasında fərqli sözlər də işlənə bilər. Bəli, fərqli sözlərdə tək o demək deyil ki, elə mütləq ona aydınlıq gətirir, fərqli sözlər. Bir baxın, Jane, vergül, my eldest and brightest niece, vergül, is intelligent. Əsas cümlə burada nədir? Jane is intelligent. Amma my eldest and brightest niece burada artıq fərqli bir söz. Jane'i bizə izah edir ki, mənim ən böyük və ən parlaq bacım qızı ağıllıdır. Burada niece sözü də əlavə olunubdur noun phrase'in içində və my eldest and brightest niece appositive noundur. Yadda saxlayın bunu ki, appositive noun nəyə deyilir? 10. Attributive nouns. Gəlin görək, attributive nouns nə deməkdir? Hədəf dil görəndə, yəni ingilis dilində demək istəyirlər. Hədəf dildə attributive noun başqa bir ismi təyin edən və adjective funksiyasında çıxış edən ismə deyilir. Attributive noun eyni zamanda noun premodifier, noun adjunct, converted adjective və yaxud qualifying noun olaraq da bilinir.
Attributive nouns bir daha qayıdıram və sonra nümunə üzərində onu sizə izah edirəm. Deyir ki, İngilis dilində attributive noun başqa bir ismi təyin edən və adjective funksiyasında çıxış edən, yəni sifətdir bu sifət olacaq, ismə deyilir. Sifətdir, sifət funksiyasında çıxış edən ismə deyilir. Yəni ki, təyin kimi, orada öz isimliyini itirir, təyin kimi çıxış edir. Attributive noun eyni zamanda, görün bir dənə attributive nounun neçə adı çıxa bilər qarşınıza. Noun premodifier, noun adjunct, converted adjective və yaxud qualifying noun olaraq da bilinir. Əslində, müəllimlər, qayda bizə elə gəlir ki, nə çətin qaydadır, bu nə deməkdir? Amma çətin bir şey yoxdur burada. Sadəcə olaraq, mən bunu sizə bazada da izah eləmişəm. İki isim yanaşı gələrək, birinci isim öz isimliyini itirib, artıq təyin kimi çıxış edir. Əsas bizdə isim kimi ikinci söz qalır. Və o birinci təyin kimi çıxış edən ismin adı olur attributive nouns. Yəni ki, təyin edən isim. Nümunəyə baxın. Try to predict the questions you might get in your job interview. Burada bizdə job interview və isim, üstəgələk isim ifadəsində job attributive noundur. Çünki iş müsahibəsi, necə müsahibə, nə cür müsahibə, iş müsahibəsi. Burada iş sözü artıq isim kimi deyil, təyin kimi çıxış edibdir. İş müsahibənizdə qarşılaşa biləcəyiniz sualları təxmin etməyə çalışın. İş müsahibənizi, iş burada attributive noundur. Bir daha deyirəm, bunu neçə dəfə keçmişik ki, iki isim yanaşı gələrsə, birinci isim təyindir, əsas isim ikinci sözdür. Və mən bunu sizə adi dildə demişdim, sadə dildə demişdim. İndi isə sizin qarşınıza şərtlərin içində, bax bu adlar çıxa bilər və bir daha deyirəm, qayda özü hasaddır, əsas adlarını siz dəqiq yadda saxlamalısınız ki, attributive nounsun adı ola bilər, attributive noun, noun premodifier, noun adjunct, converted adjective, qualifying noun. Key point, qulaq asaq. Bundan başqa, attributive noun ilə denominal adjective arasındakı fərqə diqqət etmək lazımdır. Belə ki, hədəf dildə, yəni bir daha deyirəm, İngilis dilində denominal adjective isimdən düzələn sifətlərə deyilir və adətən isimlərin sonuna sifət düzəldən suffixlər əlavə etməklə əldə edilir. Gəlin bir daha gəlin görək bu bizə nə demək istəyir. Deyir ki, attributive noun nə idi? Attributive noun elə isimdir. Sadəcə olaraq o bir ismi təyin edir. Amma isimdir, onun başqa, yəni ki, başqa bir nitq hissəsi deyil o. O isimdir. İki isim yanaşı gəlir. Birinci isim olur attributive noun, təyin edən isim. Bundan əlavə var, deyir denominal adjective. Denominal adjective arasındakı fərq attributive noun odur ki, denominal adjective isimdən düzələn sifətdir. Və adətən isimlərin sonuna sifət düzəldən suffixləri əlavə etməklərdir. Yəni, o özü onsuz da sifətdir. Düzdür, isimlə düzəlir. Amma artıq o sifətdir. Və onlara deyilər denominal adjective, yəni isimlə düzələn sifətlər. Məsələn, bir baxın, I have had enough of your childish pranks. Uşaq kimi zarafatlarından bezmişəm artıq. Child nədir? Uşaq. Amma childish, uşaq kimi. Childish sifətdir, müəllimlər, isim deyil. Sifətdir və isimlə əmələ gəlib, ona deyirlər denominal adjective. Və yaxud, the lawyer said it was a hopeless case. Vəkillər bunun ümidsiz bir iş olduğunu bildiriblər. Hope, ümid, isimdir, amma hopeless, ümidsiz sifətdir. Sadəcə olaraq
isimdən əmələ gələn sifətdir və onun da adı denominal adjectivedir. Yəni bu attributive adjective, attributive noun deyil. Qətiyyən attributive noun isimdir. Sadəcə olaraq ikinci ismi təyin edir. Onun özü də isimdir. Amma denominal adjective o sifətdir, ismi təyin edən sifətdir. Predicate noun 11-ci qayda. Gəlin görək predicate noun nədir? Çox lazımdır. Bunlar hamısı sizə bu mix səviyyəsi üçün hamısı lazımdır sizə. Gəlin baxaq. Predicate noun, nominal predicate, predicate nominative. Predicate noun cümlədə hər zaman linking, copylər feillərindən sonra işlənər və cümlənin mübtədası haqqında ekstra bilgi verən noun və noun frezlərə deyilir. Burada hələ ki dayanıb bir-iki dənə sizə qeyd etmək lazımdır. Birincisi linking, copylər. Bu nə deməkdir? Eyni şeydir müəllimlər ikisi də. İkisi də bağlayıcı feil deməkdir. Bağlayıcı linking verbs. Keçmişəm sizə ki linking verbs nədir? Bağlayıcı feillər. Linking verbslərin başqa bir adı copylər verbsdur. Amma ikisi də eyni şey deməkdir. Adlarıca başqa cürdür. İkisi də eyni şey deməkdir. Bağlayıcı feil deməkdir. İndi deyir predicate noun cümlədə hər zaman linking copylər, yəni bağlayıcı feillərdən sonra işlənər və cümlənin mübtədası haqda ekstra bilgi verən noun və noun frezlərə deyilir. Yəni isim və yaxud ismi birləşmələrə deyilir. Bu noun və noun frezlər cümlədə subject complement funksiyasında çıxış edərək cümlənin anlamı üçün tamamlayıcı bilgi verir. Yəni cümlənin mübtədasını yenidən adlandırır. Aşağıdakı örnək cümlələrdə buna nəzər yetirək. Hələ ona nəzər yetirmirəm, təzdən qayıdıram qaydaya. Deməli, bildik ki, bizdə ola bilər predicate noun və yaxud bunun adı ola bilər nominal predicate, predicate nominative. Deyir ki, bax, sizdən əgər şərtinizə məsəl üçün yazılıbdır ki, cümlələrdə, hansı cümlədə predicate noun var. Nə edirik? Ən birinci bizim cümləmizdə olmalıdır link verb və yaxud copylər verb, yəni bağlayıcı feil. Bağlayıcı feil deyirəmmi? Əsas bağlayıcı feillərimiz hansıydı müəllimlər? Be, become, sound, smell, taste və s. Bunların hamısını bazada keçmişik, Nərgiz Nəcəvin kitabında da var. Baxmalıyam ki, məndə bağlayıcı feil olmalıdır. Bağlayıcı feildən sonra bir dənə də isim gəlməlidir. Bax, həmin o bağlayıcı feildən sonra gələn isim predicate noundur. İsim ola bilər və yaxud ismi birləşmə ola bilər. Bax, həmin bağlayıcı feildən sonra gələn isim və yaxud ismi birləşmə, ismi xəbərdir də bu, adlanır predicate noun. Gəlin, mən onu sizə cümlələr üzərində başa salım ki, baxın birinci cümlə. Və bunun adı da predicate noundan əlavə subject complement funksiyasında çıxış edərək cümlənin anlamı üçün tamamlayıcı bilgi verir. Nədir subject complement? Müəllimlər, ismi izah verən tamamlıqdır. Subject complement bizim cümləmizin mübtədasının tamamlığıdır. Mübtədaya əlavə bir bilgi verir. Mübtəda haqqında bizə nəsə bir izahat verir. Bağlayıcı feildən sonra gələn isim və yaxud ismi birləşmə adlanır subject complement. Bu subject complement subject mübtəda deməkdir. Yəni cümləmizin mübtədasının tamamlayıcı izahını verir. Bir baxın, her father is a doctor. Onun atası həkimdir. Diqqətli olun. Her father, onun atası, bu mənim cümləmin mübtədasıdır. Is bağlayıcı feildir. A doctor subject complementdir. Predicative noun və yaxud subject complement. Deyir, onun atası həkimdir. Sizdən əgər subject complement istəyirsə, cümlənizdə ən birinci bağlayıcı feil olmalıdır və o bağlayıcı feildən sonra isim
və yaxud ismi birləşmə gəlməlidir. Və o olur sizdə subject complement. Burada deyirəm ki, onun atası, eləcə də cümlə qaldı. Onun atası nə? Həkimdir. Bax, bu həkim sözü sizdə predicate noundur. Və yaxud these are the candidates. Onlar nümayəndədirlər. Are bağlayıcı feilindən sonra gəlir. The candidates isimdir. Deməli, subject complementdir. He is the president. O prezidentdir. O cümləmin mübtədasıdır. Bağlayıcı feil var. Is the president isimdir. Deməli, cümləmin subject complementıdır. This car was the cheapest deal. This car cümləmin mübtədasıdır. Was bağlayıcı feildir. The cheapest deal ismi birləşmə. Deməli, bu isə bizim cümləmizin subject complementı, mübtədanın əlavə bilgi verir, əlavə məlumat verir və cümləmizi tamamlayır. Mənə elə gəlir ki, siz burada subject complement'ın nə olduğunu da artıq başa düşdünüz. Örnək suala baxaq. There which kinds of nouns are used in the given sentence below? Aşağıda verilmiş cümlədə hansı növ isimlər var? Bir deyir abstract noun, yəni ki, nə deyirik ona? Mücərrəd isim. 2, mass noun. Mass noun müəllimlər sayılmayan isimlərə deyilir, uncountable nounlara deyilir. 3, collective noun, topluluq bildirən isim. 4, common noun, ümumi isimlər. 5, compound noun, mürəkkəb isimlər. Ən birinci cümləmdə mən baxıram, görüm isimlər hansılardır. The manager var, isimdir. The board, şura, isimdir. Suggestions, təkliflər, isimdir. Conditions, hal vəziyyət, isimdir. The manager sözünü götürək. Manager, ümumi isimdir. 4 ola bilər burada. Düzdür, variantların heç birində birinci yerə 4 yazılmayıb, səhv yazılıbdır. Amma birinci 4 gəlməlidir. Çünki manager common noundur. Ümumi isimdir. The board isə collective noundur. 3 gəlməlidir sonra. Və sonra nə gəlir? The board, collective noun. Suggestions, ümumi isimdir. Və conditions da ümumi isimdir. 4 veribdir, amma cəmi 3 verib variantlarda. Yəni, bununla mən razılaşmadım. Burada birinci the manager common noundur. The board collective noundur. Suggestion common noundur. Condition common noundur. Vəssalam. Countable nouns and uncountable mass nouns sayılan və sayılmayan isimlər. Bərbaşdan deyim ki, sayılmayan isimlərə uncountable-la bərabər mass noun da deyilir. Yəni, mass nouns görsəz, bilin ki, bu sayılmayan isimlər deməkdir. İngilis dilində countable sayıla bilən, uncountable sayıla bilməyən isimlər ayırt edə bilmək önəmlidir. Çünki bu isimlərin istifadələri baxımından fərqlənirlər. Buna görə də yeni bir isim öyrənərkən onun sayıla bilən və ya sayılmayan olduğunu bilmək vacibdir. Sayıla bilən isimlərin ümumi xüsusiyyətləri nədir? Həm tək, həm də cəmdə işlənə bilir. Ən qeyri-müəyyən artikl işlənə bilir. Miqdar sayılı işlənə bilir. Sayıla bilən isimlər bir çox kəmiyyət bildirən sözlərlə işlədilir. Sayıla bilən isimlər how many, nə qədər sualına cavab verir. Bunların hamısını biz bazada keçmişik. Gəlin görək, sayıla bilməyən isimlərin xüsusiyyəti nədir? Bir daha deyirəm, uncountable mass nouns, yəni ki, sayıla bilməyən mass nouns. Cəmdə işlədilmir, hər zaman təkdə olur. Miqdar sayıları ilə işlədilmir. Ən qeyri-müəyyən artikl işlədilmir. Sayıla bilməyən isimlər bir çox miqdar ifadə edən sözlərlə işlədilir. Sayıla bilməyən isimlər how much, nə qədər sualına cavab verir. Və sayıla bilməyən isimləri nisbi olaraq aşağıdakı şəkildə sinifləndirmək olar. Liquid and gases, solid and powder grains, food and drinks, energy sources, natural phenomena, abstract ideas, subjects, games or language, grouped ideas or concepts, feeling, substance and material states of being.
Amma aşağıdakı isimlər sayıla biləndir. Düzdür. Görünüşünə görə onlar bizə sayıla bilməyən kimi gələ bilər. Amma bunu biz ayırt etməmişik. Bu ingilis dilidir. İngilis dilində isə görünüşünə görə bir daha deyirəm və yaxud bizim təfəkkürümüzə görə biz onları sayılmayan kimi hesab etsək də onlar sayılandır və biz bunları mütləq şəkildə əzbər bilməliyik ki, a nave, a storm, an idea, a meal, a ray, a bush, a push, an accident, a sandwich, a cookie, a voice, a tuba, an impression, a cloud, a wind, a problem, a job, a role, a sweet, a candy, a thought, a pea, an opinion, an offer, a decision, a trick, a warning, a song, a proposal, a statement, a difficulty, a journey, an anniversary, a beauty, a dream, a role, a suggestion, a feeling, a wave, a remark, a beat, a mustache, a tear, a drop, a voyage, an earthquake, a joke, a degree, a view. Yadda saxlayın ki, bunlar ingilis dilində sayılan isimlərdir. Aşağıdakı isimlər cümlədəki mənalarından asılı olaraq həm sayılan, həm sayılmayandır. Bunları da biz sizdən keçmişik. A glass stəkan, glass şüşə sayılmır, stəkan sayılır. An iron ütü sayılır, iron dəmir sayılmır və s. və ilaxır üstlərində dayanmıram. Sadəcə olaraq hamısını oxuyun, əzbərləyin. Oxumuşuq da, əzbərləmişik də, biz bunları artıq keçmişik. Bax, burada məsəl üçün currency, əskinas, currency pul vahidi. Əskinas kimi deməli bu bizdə sayılır, pul vahidi kimi sayılmır. Use gənc insan, use gənclik. Experience sərgüzəşt, experience təcrübə. Bunlar artıq bazada yox idi, ona görə burada dayanıram. A smoke, sigaret, smoke tüstü. An ice dondurma, ice buz. A space, boş olan yer, ərazi və yaxud space istifadə oluna biləcək yerin, ərazinin miqdarı. Örnək suala gəlin baxaq, müəllimlər. In which of the following sentences is a must noun used as a verb? Deməyəcəm mən sizə şərtini. Nigarə, buyurun. Şərtini özünüz mənə izah edin, görün, zəhmət olmasa örnək sualda. Deyir ki, in which of the following sentence is a must noun used as a verb? Must deyək ki, sayılmayan isimdir. Burada deyir ki, aşağıdakı cümlələrin hansında sayılmayan isim feil kimi istifadə olunur. Bəli, feil kimi istifadə olunur. Buyurun, baxın. Mən özümə While deməli harda, while sözü. Bir dəqiqə qoy qaynar su gətirib, gəlirəm indi səhəm. Buyurun Nigarə, nə dediniz siz? Mənim dedim, ayılda while sözünü dedim. B'də həm isim, həm feil kimi olaraqdan. B'də nə dedim, sırf isim kimi gedən. Cavab olaraq anı götürmüşəm. Sadəcə yəni əlaqəsi olmayan B'də milk produktu götürmüşəm, süt məhsulları, əgər düz götürmüşəmsə, səhv götürmüşəm. D'də advice məsləhət isim olaraq, sayılmayan isim olaraq onu götürmüşdüm. Y'də hava var, sayılmayan isimdir, amma cavab olaraq anı götürmüşəm. While nə deməkdir ki? While nə deməkdir ki? While sayılmayan isimdir. Müəllim, arzu istək mənasını götürmüşəm, failə. Mənasını tərcüməsi səhvdir. Əlbəttə ki, while deməkdir, erkən deməkdir while, qulaq asın. Mənə deyir ki, burada
Hansı cümlədə sayıla bilməyən isim feil kimi işlənir? Qızım, A variantıdır. Bəli, A variantında amma to vote sözüdür bu. Vote su deməkdir. Burada isə to vote sulamaq. Vote bilirik də sayılmayan isimdir, elə deyil, su. Amma həmin o sayılmayan isim feil kimi to vote, sulamaq mənasında verilir. Deyir, mən deyir, qonşumdan xahiş etdim ki, mən olmayan vaxtı gülləri sulasın. To vote, bəli, sayılmayan isimdir, feil kimi verilir. B variantında sayılmayan isim milkdir. Amma feil kimi yox, elə süd. Burada isim kimi də elə verilib, hətta təyin atributiv noun kimi verilib, ikinci ismi təyin edir. C variantında time'dır, bəli, bu elə isim kimi verilibdir. D variantında advice'dır, isim kimi verilibdir. Y variantı e'yədir, o da isim kimi verilib. Y'de E'dir müəllim hava sayılmayan isim. Sayılmayan isim e'yədir, bəli, hava elə isim kimi də verilir, feil kimi verilməyibdir. Başa düşdünüz də, yəqin ki, mənim. Hətta bax, bu milk sözü var, mənimlə. Milk sözü, süd sözü. To milk, feil kimi to milk da var, sağmaq deməkdir. Sağmaq, bəli, yadda saxlayın. İsim kimi milk, süd deməkdir, sayılmayan isimdir. Amma feil kimi to milk, sağmaq deməkdir. Sonra partitiv nouns, gəlin görək partitiv nouns nədir? Sayıla bilməyən isimlər. Sayıla bilməyən isimlərin ölçüsündən, çəkisindən, həcmindən söhbət getdikdə xüsusi ölçü vahidləri də işlədilir. Bunları biz hamısını bilirik. A piece of furniture, a glass of water, a slice of chips, yəni üzərində dayanmıram. Niyə dayanmıram? Çünki siz bunları özünüz sadəcə oxuyub bilirsiniz özdə, çoxsunu bilirsiniz. Bilmədiyinizdə oxuyun, yadda saxlayın. Məndən ötürü əsas odur ki, bugün sizə indiyənə kimi vermədiyim məlumatları izah edin, verim. Key point'a baxın. Key point. Sonu ICS şəkilçisi ilə bitən elm, fən və s. adları vahidlik, akademik bir vəziyyət, sistem və ya da çalışma sahəsi kimi bir anlam ifadə edirsə, xəbəri təkdə işlənir. Lakin keyfiyyət, xüsusi fəaliyyət, ayrı-ayrı əşyaları fərdi şəkildə ifadə edirsə və bəhsi keçən elm və fən adının ayrı-ayrı bölmələrini nəzərdə tutursa, xəbəri cəmdə olur. Bu nə deməkdir? Bax, bunun üzərində mən artıq dayanmalıyam ki, sizdən ötürü bu aydın olsun. Gəlin bunu bir daha başdan baxın. Deyir ki, sonu ICS şəkilçisi ilə bitən, görün nə deyir? Elm, fən və s. adları, vahidlik, akademik bir vəziyyət, sistem ya da çalışma sahəsi kimi bir anlam ifadə edirsə, xəbəri təkdə işlənir. Lakin keyfiyyət, xüsusi fəaliyyət, ayrı-ayrı əşyaları fərdi şəkildə ifadə edirsə və bəhsi keçən elm və fən adının ayrı-ayrı bölmələrini nəzərdə tutursa, xəbəri cəmdə olur. Diqqətlə mənə qulaq asın. Birinci bizə verilir nümunə statistik sözü, statistika. Yəqin ki, bu söz elə Azərbaycan dilində də statistikadır da. Elədirmi? Statistikadır mı? Eşidirsinizmi o sözü? Statistikadır. O elə həm elmdir, həm də bilirsiniz nə haqdadır? Hesablamadır da bu. Hesablama haqdadır. Deyir ki, məsəl üçün, birdə deyir ki, statistics is a branch of mathematics. Baxın müəllimlər, xəbər statistics, ən birinci onu deyim ki, statistics sözü sayılmayan isimdir. Nə vaxt sayılmayan kimi götürülür? Əgər ümumi bir elmin adını ifadə edirsə, burada deyir ki, statistika riyaziyyatın bir qoludur. Burada elm haqqında söhbət gedir. Ona görə də ümumi elmi haqqında söhbət gedirsə də xəbəri təkdədir. Amma indi ikinciyə baxın. These statistics you presented are a pack of lies. Bax, burada deyir ki, sizin təqdim etdiyiniz statistika, yəni hesablamalar yalanlarla doludur.
sizin təqdim etdiyiniz hesablamalar. Burada söhbət statistika elmdən getmir artıq. Söhbət kiminsə fərdi olaraq apardığı statistikadan söhbət gedir. Ona görə də məlum məsələdir ki, bu elmə heç bir aidiyyatı yoxdur deyə xəbəri cəmdir. İkinciyə baxın. Akustika bu deməli səs dalğaların yayılmasıdır, bir elmdir. Elm kimi səs dalğaların yayılmasıdır. Əgər biz onun haqqında elmi nəzərdən danışırıqsa, akustika haqqında, xəbəri təkdə olmalıdır. Yox, hər hansı konkret bir konsert zalının, opera teatrının, restoranın, kinoteatrın səsin yayılma dalğaları haqqında danışırıqsa, artıq orada xəbəri onun cəmdə olmalıdır. Çünki orada elmə aid deyil. Məsəl üçün deyir, the acoustics of the hall are splendid. Deyir, görürsünüzmü? Deyir, zalın akustikası, yəni ki, səs yayılma dalğaları möhtəşəmdir. Xüsusi bir zal haqqında söhbət gedir. Burada akustika elm kimi nəzərdə tutulmuyubdur. Ona görə xəbəri cəmdədir. Politics. Politics var, biri var siyasət, ümumi mənada elm kimi siyasət. Xəbəri təkdə olmalıdır. Amma biri də var siyasi baxışlar. Kiminsə konkret olaraq siyasi baxışlar haqqında söhbət gedirsə, xəbəri cəmdə olmalıdır. Deyir ki, their politics have, görürsünüz, have antagonized everyone. Onların deyir siyasi baxışları. Burada siyasət kimi ümumi bir elm götürülməyib ki, xəbər təkdə olar. Ümumiyyətlə kiminsə siyasi baxışlarından söhbət gedirsə, deməli xəbəri cəmdə olmalıdır. Hətta müəllimlər, mathematics sözü, riyaziyyat, elm kimi riyaziyyatdan danışırıqsa, fən kimi, məktəbdə keçirilən bir fən kimi, xəbəri təkdədir. Amma kiminsə riyazi istedadından danışırıqsa, riyazi bacarıqlarından, riyaziyyatda yaxşı olub pis olmağından, bacarıqlarından danışırıqsa, xəbəri artıq cəmdə olur. The list of uncountable nouns, görürsünüz, sayılmayan isimlərin tam sizə burada nə qədər sizə lazımdır, hələ ondan da qat-qat çox siyahısı verilibdir. Ondan sonra yazılıb örnək sual. Gəlin, örnək suala baxaq. Örnək sualının şərti lap aşağıda yazılıbdır. Deyir ki, which of the following underlined noun or noun phrase has a grammatical error in terms of noun usage? Deməli, verilmiş cümlələrdə altından xətt çəkilmiş ismin və yaxud ismi birləşmənin istifadəsində qrammatik səhvə yol verilibdir. Verirəm sizin öz öhdənizə. Üçünüz də, Elazad müəllimə də, Şəlalə də, Nigarə də. Hər kəsə öz fikrini desin ki, qrammatik cəhətdən səhv istifadə olunubdur cümlədə. Altından xətt çəkilmiş söz. Altından xətt çəkilmiş sözə diqqət edin.
Nə bilirsiniz? Kim deyər, müəllimlər? Səhv tapdığınız hansı cümlədə? Müəllim, biraz çətindir bu açığa. Hə, hə. Yox, yox. Amma açığı deyim ki, Nigari, açığı deyim ki, çətin deyil. Ola bilər, bəlkə də mənə çətin gəlir. Yox. Əslində, Aha. belə düz bir şeydə qaldım. The Darkness of Anigros biraz qəribə gəlir. Sanki The Darkness and olsa daha yaxşı olardı. Birləşmə Baxın, olsa. baxın indi. And Bax, ən birinci. Mən cümlələrdə baxıram ki, poverty, altından xətt çəkilmişə baxacam da. Poverty and employment, a better society, the darkness of an ignorance, the level of education. Yəni, məndə hər bir yerdə, bax, məsəl üçün, poverty and employment sayılmayan isimdir. Ondan sonra society sayılandı, ignorance sayılmayandı, education sayılmayandı. Deməli, mən nəsə artıq tıklanmalıyam, sayılan sayılmayan. Poverty and unemployment sayılmayan isimdir, artiklsız verilir, çox gözəl. A better society sayılan tək isimdir, artiklla verilməlidir, çox gözəl. The level of education sayılmayan da artiklsız verilir, çox gözəl. Amma the darkness of an ignorance sayılmayan isimdir. Sayılmayan isimdir. Bəli, onun qarşısında artikl olmamalıydı. Bəli. Birləşmə. Necə? Qaranlıq və cəhalət kimi. Mən belə yazdım ki, The Darkness and Ignorance, qaranlıq və cəhalət kimi. Səhvdir. Yox, and ilə siz onu and ilə Birləşmə qoydum. Mən artikl qoydum ora, and. başa düşürəm. Artikl deyil, Mən başa düşürəm. Siz orada bağlayıcı işlətdiniz. And. O sizə demir ki, nəyisə əvəz edin. Sizə deyir, nədir səhv olan? Səhv olan o da ignorance, cahillikdir, bilməməzlikdir. Sayılmayan isimdir. Sayılmayan isimlər artikldan işlənməz, qeyri-müəyyən artikldan işlənməz. Olmalıydı the darkness of ignorance. Vəssalam, the darkness of ignorance olmalıydı. Necə ki yazılıdır the level of education. Bax, eyni ilə də order olmalıydı. Bəli. Mən bir şey soruşam. Mən The Darkness and Ignorance deyə hansısa bir cümlədə düşsə, səhv gedir onda. Yox, düz gedir. Niyə səhv gedir ki? Siz orada Nigari. Mənim bu cümlədə bildiyimə fikrimi deyəsən çatdıramadım. Bu cümlədə bildim, başa düşdüm. Hər hansı bir cümlədə The Darkness and Ignorance, qaranlıq və cəhalət kimi düşə bilər. Yəni o düzdür. Tamamilə doğrudur. Tamamilə doğrudur, əlbəttə ki. Niyə səhv olsun ki o? Niyə səhv olmamalıdır orada? Çünki siz orada ignorance-ı götürüb artikldan işlətməyibsiniz, deyəm ki, o səhvdir. Sadəcə olaraq orada sizin bir səhviniz var da. Darkness də sayılmayan isimdir, ignorance da sayılmayan isimdir. Niyə siz the darkness and ignorance deyəsiniz ki? Siz orada elə sadəcə olaraq darkness and ignorance deyərsiniz. Bəli. Bəli. Mənə elə gəlir ki, müəllimlər, bura qədər bugünlük bəs eləyər yəqin ki. Yəni, istəyirsinizsə, mən sizə isimlərin təkini və cəmini də başa salaram. Amma niyə mən bəs deyirəm? Çünki onun içində öyrəniləcək çox şey var. Əsas da adlarını öyrənməlisiniz. Hansı adları? Bir daha, bax, qayıdıram dala, bir daha. Öyrənməlisiniz mütləq şəkildə ki, partitive nouns deyilərsə də, partitive nouns, yəni siz sayıla bilməyən isimlərin ölçüsünü, çəksini, həcmini göstərən sözlərdən söhbət gedir. Sonra, mass noun artıq bildik nədir ki, uncountable-dır. Qoy görün, burada əsasən bizə gəlib düşürdü. Bəli. Nətər? Burada nasıl götürdüyümüz zamanda cümlələrdə kütlə miqdar olaraq götürürük. Yox, qızım. Sayılmayanı necə götürürsən? Eyni də odur. Bəli. Bax, adı sadəcə olaraq adı başqadır. Mahiyyəti həmin mahiyyətdir. Uncountable namusdur. Adıca başqadır. Vəssalam. Qətiyyən özünüzü çaşdırmayın.
Adları başqadır, elə. Bəli, adlarıca başqadır. Adları dəyişik gəlir biraz. Məsəl üçün, Özünüzün çəkəndə bax. əsas öyrənirsiniz 11-də predicate noun, nominal predicate, predicate nominativ. 10-da attributive nouns nədir? Noun, bir dənə attributive nounun görün neçə dənə adı var? Noun premodifier, noun adjunct, converted adjective, qualifying noun. Çətin budur, qayda hasanddır müəllimlər. Çətin budur. Və bu niyə çətindir? Gəlib bu sizə şərtin içində düşəndə siz bilmirsiniz ki, bu nə deməkdir ki, əslində ən asan şey istəyirik sizdən. Amma şərtini elə çətin verir ki, ona görə müəllimlər çox vaxtı bax, deyir ki, bu nə yazıqdır, məndən nə istəyir? Elə başa düşürsünüz ki, qeyri-adi bir şey istəyir. Qeyri-adi heç də istəmir. Adlarını əzbərləyin ki, hər bir qaydada bu adlarla çıxarsa da sizin qarşınıza sizin testiniz, bu hansı qayda üzrədir? Vəssalam. 9-da appositive noun. Tam izah etdim ki, appositive noun nədir? Onu öyrənirsiniz. Gender specific, non-gender specific. Gender specific, yəni ki, kişiliyi, qadınlığı bilirən. Non-gender specific, bilinməyən ki, qadındırmı, kişidirmi? Yəni, orada qadın da ola bilər, kişi də ola bilər. Sonra artıq bildik ki, biz verbal nouns nədir? Inanimate nouns, animate nouns, onca collective nounslar, mütləq şəkildə collective nounslar, ondan sonra nə idi bir də bizdə? Abstract, konkret, bunları common, compound, bunları artıq bilirsiniz. Gələn dərs, mən dərsin hələ test işləməyim. Mən sizə bu günlərim, bir dəqiqə müəllimlər,